İbrahimə Məthiyə. Əgər insanda əbədi şüur yoxdursa, əgər hər şeyin əsasında qaranlıq ehtiraslarla qarışaraq alidən əhəmiyyətsizədək hər şeyi yaradan güc, hansısa vəhşi nizamsızlıq dayanırsa, əgər hər şeyin arxasında heç nəylə doydurulmayacaq dipsiz boşluq gizlidirsə, həyat ümidsizlikdən başqa daha nə ola bilər? Əgər hər şey belədirsə, əgər insanlığı birləşdirən heç bir müqəddəs rabitə yoxdursa, əgər meşədəki yarpaqlar kimi bir nəsil digərinin ardınca doğulursa, Kierkegaard burada Homerə işarə edir. Əgər cəngəllikdəki quşların nəğmələri kimi bir nəsil digərini izləyirsə, əgər insan soyu bu dünyadan suda iz buraxmadan üzən gəmi və ya səhrada əsən külək, düşüncəsiz və bəhərsiz şıltaqlıq kimi keçirsə, əgər əbədi bir huşsuzluq öz ovunu açgözlüklə puskuda gözləyirsə və onun caynağından qurtarmaq iqtidarında olan heç bir güc yoxdursa, belədə həyat necə də təsəllisiz və boş olar. Ancaq məhz buna görə də bu belə deyil və Tanrı kişi və qadını yaratdığı kimi qəhrəmanı da, onunla birlikdə şair və natiqi də yaratdı. Şair ya da natiq qəhrəmanın etməyə qadir olduğunu edə bilmir. O sadəcə bu qəhrəmana heyran ola, onu sevə və onunla fərəhlənə bilər. Lakin onun xoşbəxtliyi qəhrəmanınkindən az deyil. Belə ki, qəhrəmanlıq onun vurğun olduğu özünün ən ali təbiəti olsa belə, o sevinir ki, bu yenə də o özü deyil və onun sevgisi həqiqi heyranlıq ola bilər. Onun özü xatirənin dahisidir və o edilmiş olanları xəyalına gətirməkdən başqa heç nə edə bilməz. Ona görə də yalnız edilənə heyranlıq duyar. O heç nəyi özünün hesab etmir, amma ona həvalə ediləni qısqanır. O öz qəlbinin səsi ilə hərəkət edir, amma axtardığını tapmağa başlayan kimi hər kəs onun tək qəhrəmana heyran ola bilsin, qürur duysun deyə öz nəğmələri və nitqləri ilə bütün qapıların zəngini çalır. Məhz onun uğuru, təvazökar nailiyyəti və qəhrəmanın evindəki sadiq xidməti də bundan ibarətdir. Əgər o öz sevgisinə sadiq qalırsa, əgər unudulmağın ağırlığının müqabilində gecə-gündüz döyüşürsə, onu öz qəhrəmanından məhrum etməyə cəhd göstərən xidməti mükəmmələ çatır və o qəhrəmanı ilə birləşir və qəhrəmanı da onu sədaqətlə sevir. Belə ki, şair qəhrəmanın ən ali təbiətidir və hər hansı xatirələr təki gücsüz olsa belə, sadəcə o xatirələrin etdiyi kimi hər şeyi aydınlaşdırır. Məhz buna görə böyük olanlardan heç kim unudulmayacaq və hətta bu uzun müddət davam etsə də, anlaşılmazlığın buludları qəhrəmanı uzaqlara aparsa da, onun aşiqi yenə də gəlir və nə qədər çox vaxt keçəcəksə, onun sədaqəti bir o qədər böyük olacaq. Xeyr, bu dünyada böyük olanlardan heç kim unudulmuş olmayacaq, ancaq burada hər kəs öz məxsusi obrazı ilə və sevdiyinin böyüklüyünə münasibəti ilə böyük olmuşdur. Belə ki, öz-özünü sevən kəs özündə böyük oldu və digər insanları sevən kəs öz fədakarlığı ilə böyük oldu. Ancaq hər kəsdən ən böyük Tanrını sevən kimsə oldu. Onların hər biri xatirələrdə yaşayacaq, amma hərə öz intizarına münasibətdə böyük qalacaq. Biri mümkünatın intizarı ilə böyük oldu. Bir başqası əbədiyyətin intizarı ilə böyük oldu. Ancaq hər kəsdən ən böyük, mümkünsüzün intizarında olan kimsə oldu. Onların hər biri xatirələrdə yaşayacaq, ancaq hər kəs uğrunda mübarizə apardığına münasibətdə böyük qalacaq. Zira dünya ilə mübarizə aparan kəs dünyaya qalib gəldiyi nisbətdə böyük oldu. Lakin öz-özü ilə mübarizə aparan kəs özünə qalib gəlməklə daha da böyük oldu. Ancaq hər kəsdən ən böyük Tanrı ilə mübarizə aparan kimsə oldu. Beləcə bu dünyada fitnə çıxdı. Hər kəsi öz gücü ilə fəth edən vardı və Tanrını öz acizliyi ilə fəth edən vardı. Özünə güvənən və hər şeyə sahib olan vardı və öz gücünə əmin olduğu halda hər şeyi qurban verən vardı. Amma hər kəsdən böyük Tanrıya güvənən kimsə oldu, öz gücündə böyük olan vardı və öz müdrikliyində böyük olan vardı və ümidində böyük olan və sevgisində böyük olan vardı. Ancaq
Hər kəsdən böyük İbrahim oldu. O gücü, acizlik olan cazibəsi ilə, sirri, səfehlik olan müdriklüyü ilə, dəlilik kimi görünən ümidi ilə, özündə nifrət bəsləyən eşqi ilə böyük idi. İbrahim öz imanı vasitəsilə ata-baba torpaqlarını tərk etdi və vəd olunmuş torpaqlarda qərib oldu. O bir şeyi arxasında buraxdı, amma başqa bir şeyi özü ilə apardı. O öz arxasında dünyəvi idraki buraxdı və özü ilə imanını apardı. Əks halda o ümumiyyətlə bunun əbəs olduğunu zənn edərək yola düşməzdi. Öz imanı vasitəsilə o, vəd edilmiş torpaqlarda qərib oldu və orada heç kəs ona ən dəyərli olanı xatırlatmırdı. Lakin oradakı hər şey öz yeniliyi ilə qəlbini istirablı həsrətlə aldadırdı. Və buna rəğmən o, Tanrının razı qaldığı seçilmiş bir kimsə idi. Əgər daha əvvəl rədd edilmiş olsaydı, Tanrının lütfündən məhrum olmuş olsaydı, bunu anlamaq ona daha asan gələrdi. Amma indi hər şey ona və onun imanına edilən məsxərə kimi görünürdü. Bir zamanlar dünyada öz sevimli ata-baba torpaqlarından sürgündə yaşayan bir başqası da var idi. Görünür ki, burada İeremiya nəzərdə tutulur. Hərçənd ki, Danimarkalı redaktorlar Romalı şair Ovidi də xatırlayırlar. Ovid sürgündə Triste ex Ponto əsərini yazmışdı. O unudulmadı və həmçinin itirdiyini axtaran və tapdığı hüznə qovuşduğu ağlar da unudulmadı. İbrahimdən sonra heç bir ağı iniltisi qalmadı. İnləmək insana məxsusdur. Göz yaşı axıdanla birgə ağlamaq da insana xasdır. Fəqət imanı olan daha böyükdür və inananı görən daha mübarəkdir. Öz imanı vasitəsilə İbrahim yer üzündə öz toxumundan olan hər bir insan nəslinin müqəddəs olacağı vədini alır. Qalatiyalılara müqəddəs yazı Tanrının başqa millətləri imanları ilə salih sayacağı qabaqcadan görüb İbrahimə bütün millətlər sənin vasitənlə xeyir-dua alacaq deyərək müjdəni qabaqcadan bildirdi. Vaxt keçdi, hələ də ehtimallar qalırdı və İbrahim inanırdı. Vaxt keçdi və bu inanılmaz oldu. Ancaq İbrahim inanırdı. Bir zamanlar dünyada öz intizarına bağlı olan başqa bir insan vardı. Vaxt keçdi, axşam düşdü, ancaq o umduqlarını unudacaq dərəcədə insafsız değildi və buna görə də unudulmamalıdır. Sonra o kədərləndi və kədər həyatın onu aldatdığı kimi aldatmadı. Ona verə biləcəyi hər şeyi verdi və bu kədərin şirinliyində aldandığı intizara sahib oldu. Kədərlənmək insana məxsusdur. Kədərlənənlə birgə həmhal olmaq da insana xasdır. Fəqət imanı olan daha böyükdür və inananı görən daha mübarəkdir. İbrahimdən sonra heç bir ağı iniltisi qalmadı. Vaxt keçərkən o həsrətlə günləri saymadı. Saranın qocalacağından qorxaraq şübhə dolu baxışlarla onu izləmədi. Saranın bütün umduqları ilə birgə qocalmaması üçün günəşin hərəkətini dayandırmadı. Yeşua 10.12 Rəbb Emorluları İsrail övladlarına təslim etdiyi gün Yeşua Rəbbə yalvardı və İsraillilərin gözü qarşısında dedi: Dayan ey günəş, Givion üzərində və ay, sən də Ayyalon dərəsində. Və o, xəlvətdə Saraya öz qəmli ağılarını oxumadı. İbrahim qocaldı və bu torpaqda Saraya istehza olundu və o hələ də Tanrının seçilmişi və toxumlarında bütün yeryüzünün nəsli ilə müqəddəs edəcəyi vədinin varisi idi. Belə də İbrahimin Tanrı tərəfindən seçilməmiş olması daha yaxşı olmazdımı? Tanrı tərəfindən seçilmiş olmaq nə deməkdir? İnsanın cavanlığındakı gənclik arzusunun böyük səylə inkar edilməsinin mənası qocalanda onların həyata keçməsidirmi? Ancaq İbrahim inandı və öz vədindən möhkəm yapışdı. Əgər İbrahim tərəddüd etsəydi, fikrindən daşınmış olardı. O Tanrıya bunu deyərdi: Bəlkə də sənin istəyin bunun olması deyil. Onda mən öz arzumdan əl çəkəcəyəm. Ancaq bu mənim yeganə arzum, müqəddəs saadətimdir. Qəlbim açıqdır, bunu rədd etdiyin üçün sənə gizli kin bəsləmirəm. O öz örnəyi ilə bir çoxlarını ilhamlandıraraq unudulmayacaqdı. Amma belə də imanın atası ola bilməzdi. Zira öz arzusundan imtina edən kəs böyükdür. Ancaq onu tərk etdikdən sonra ona bağlanan kəs
daha böyükdür. Əbədiyyəti dərk edən böyükdür. Ancaq onu tərk etdikdən sonra faniliyə bağlanan kəs daha böyükdür. Lakin sonra zaman sonuna çatdı. Əgər İbrahim inanmasaydı, Sara çox güman ki, dərddən ölə bilərdi və kədərdən süst olmuş İbrahim bu sonluğu anlamayacaqdı. Amma ona gənclik arzusu kimi gülümsəyəcəkdi. Lakin İbrahim inandı və buna görə də o gənc idi. Zira ən yaxşıya ümid bəsləyən kəs həyatın aldatdığı qoca olur, amma ən pisə hazır olan kəs vaxtından əvvəl qocalır. Lakin imanı olan kimsə əbədi gəncliyini qoruyur. Buna görə də bu hekayəni vəsf edək. Belə ki, Sara ahıllıq çağında olmasına rəğmən analıq sevincini arzu etmək üçün kifayət qədər gənc idi. Və İbrahim saçları ağarmış olmasına rəğmən ata olmağı arzu etmək üçün kifayət qədər gənc idi. Zahirən möcüzə ondan ibarət idi ki, hər şey onların umduqları kimi olmuşdu. Amma daha dərin mənada imanın möcüzəsi ondan ibarət idi ki, İbrahim və Sara bunu arzu etmək və bu imanda öz arzusunu və bunun vasitəsilə öz gəncliyini qorumaq üçün kifayət qədər gənc idi. O vədin icrasını inanaraq qəbul etdi və hər şey bu intizar və iman ilə baş verdi. Zira Musa əsasını qayaya vurmuşdusa da, yenə də inanmırdı. Beləcə Sara qızıl evlilik günündə gəlin olanda İbrahimin evində sevinc var idi. Ancaq bu belə qalmalı değildi. İbrahim bir dəfə də sınağa çəkilməli idi. O hər şeyi ixtira edən məkirli güclə, əsla mürgüləməyən zirək düşmənlə, hər şeydən daha uzun yaşayan həmin ixtiyarla, yəni zamanın özü ilə döyüşdü və imanını qorudu. İndi mübarizənin bütün dəhşəti bir anda birləşməli idi və Tanrı İbrahimi sınadı və ona dedi ki, indi çox sevdiyin yeganə oğlun olan İsaqı götür və Moria diyarına gətir və sənə nişan verəcəyim oradakı dağlardan birində yandırılma qurbanı olaraq təqdim et. Beləcə hər şey itirilmişdi. Bu o vaxta qədər olan hər şeydən daha pis idi. Belki Tanrı sadəcə İbrahimlə oynayırdı. O möcüzəli bir şəkildə imkansızı mümkün etmişdi. İndi isə bütün bunları yenidən məhv edəcəkdi. Bunların hamısı səfehlikdir. Ancaq İbrahim bu vəd ilk dəfə Saraya açıqlananda onun buna güldüyü kimi gülmədi. Yaradılış 18, 12, 13. O ürəyində gülüb dedi, qocaldığım halda mənə belə şadlıq üz verə bilərmi? Ağam da qocadır. Rəbb İbrahimə dedi, Sara nə üçün qocaldıqdan sonra mən uşaq toxa bilərəmmi deyib güldü. Bundan başqa Yaradılış 17.17-yə bax. İbrahim üzü üstə düşdü və gülüb ürəyində dedi, 100 yaşlı adamın oğlu ola bilərmi? 90 yaşında olan Sara doğacaqmı? Hər şey itirilmişdi. 70 illik imanlı intizar. Ətiqə görə Yaradılış 21.5 İsaq doğulanda İbrahimin 100 yaşı var idi. Sonra isə imanının yerinə yetirilməsindən duyulan qısa bir xoşbəxtlik. Qocanın əlindən əsanı alan kim? Qocanın özünün onu qırmasını istəyən kim? Bu ağsaqqal əri çarəsizliyə məhkum edən kim? Onun özündən belə davranmasını tələb edən kim? Yaxud burada nə bu hörmətli ixtiyar, nə də bu məsum uşaq üçün bir mərhəmət yoxdurmu? Və hələ də İbrahim Tanrının seçilmişi idi və onu bu sınağa çəkən Tanrının özü idi. İndi isə həqiqətən də hər şey itiriləcəkdi. İnsan nəslinin şərəfli xatirəsi, İbrahimin toxumlarındakı əhd. Yaradılış 12.2.3 Səndən böyük bir millət törədəcəyəm. Sənə xeyir dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. Sənə xeyir dua verənlərə xeyir dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yeryüzünün bütün tayfaları sənin vasitənlə xeyir dua alacaq. Bütün bunlar sadəcə İbrahimin indi məhv etməli olduğu şıltaqlıq, Tanrının puç düşüncəsi oldu. İbrahimin qəlbindəki iman qədər qədim, İsaqdan illərlə daha yaşlı olan bu möhtəşəm xəzinə, dualarla xeyir dua almış, mübarizə ilə yetkinləşmiş olan İbrahimin həyatının bu bəhəri, İbrahimin dodaqlarındakı bu xeyir dua, mövsümü gəlmədən indi bu bəhəri qoparmaq lazım gələcəkdi və bu, bütün mənasını itirəcəkdi. Belə ki, İsaqı qurban gətirməli olmasında hansı məna ola bilərdi? Bu hüzünlü, ancaq yenə də müqəddəs saat, İbrahimə dəyərli olan hər şeylə vidalaşmalı olduğu vaxt, o mübarək başını bir daha qaldırmalı olduğu vaxt, surətinin ilahi surət kimi nurlanacağı vaxt.
Bütün günlərinin sevinci olan İshaka xeyir-dua vermək üçün özünün bütün ruhunu bu xeyir-duaya cəmləməli olduğu saat gəlməyəcəkdi. Zira İbrahim həqiqətən də İshakla vidalaşmalı idi, ancaq bu torpaqda onun özü qalmalı olacaqdı. Ölüm onları ayırmalıydı. Ancaq qurban məhz İshak olacaqdı. Qocaya ölüm ərəfəsində xeyir-dua vermək üçün əlini İshakın üzərinə uzatmaq qismət olmayacaqdı. Lakin həyatdan yorularaq ona zorakılıqla əl qaldırmalı olacaqdı. Və onu sınağa çəkən Tanrının özü idi. Ah, müsibət! İbrahimin qarşısına belə bir xəbərlə gələn elçiyə təəssüflər olsun. Belə bir kədərin elçiliyini etməyə kim cəsarət edə bilərdi? Amma İbrahimi sınağa çəkən Tanrının özü idi. Və yenə də İbrahim inanırdı və onun imanı bu həyata idi. Bəli, əgər onun imanı bir gələcək həyat üçün olsaydı, əlbəttə ki, tezliklə aid olmadığı bu dünyanı tərk etmək üçün qalan hər şeyi atmaq ona daha asan olardı. Ancaq İbrahimin imanı belə deyildi. Əgər belə bir iman ümumiyyətlə mövcuddursa, həqiqətdə bu iman deyil, onu öz nəzər nöqtəsinin kəskin üfüqlərində hiss edərək sadəcə öz mövzusu barədə güman edən imanın ən uzaq ehtimalıdır. Amma ondan ümidsizliyin öz oyununu oynadığı dərin bir uçurumla ayrılmış olaraq qalır. Lakin İbrahim məhz bu həyata inanırdı. O öz torpağında qocalacağına inanırdı. Xalq arasında şərəfləndi, öz soyunda xeyir-dua aldı, İshakın sayəsində əbədi olaraq xatırlandı. Ona elə dərin bir sevgi ilə bağlı idi ki, belə sevginin zəif ifadəsi kimi onun vicdani atalıq borcu olan oğul sevgisini həyata keçirdiyini demək haqsızlıq olardı. Buyurulduğu kimi ən çox sevdiyin oğul Yaqubun 12 oğlu var idi və birini sevirdi. Yaradılış 37.3. İsrail Yusifi bütün oğullarından çox sevirdi, çünki Yusif onun qocalıq çağının oğluydu. İbrahimin sadəcə bir oğlu vardı və sevdiyi də elə o idi. Ancaq İbrahim inanırdı və şübhə etmirdi, o ziddiyyətə inanırdı. Əgər İbrahim şübhə etsəydi, başqa şeylər edəcəkdi. Ali və şərəfli olan başqa şeylər. Zira İbrahimdən ali və şərəfli olmayan hər hansı bir şeyi necə gözləmək olaraq? Moria dağına gedə bilər, odunları yara bilər, od qalaya bilər, bıçağını çəkər və Tanrıya fəryad edərdi. Bu qurbanı xor görmə, bu sahib olduğum ən yaxşı şey deyil, bunu yaxşı bilirəm, belə ki, vəd olunmuş bir uşaqla müqayisədə qoca əhəmiyyətsiz görünür. Hərçənd ki, verə biləcəyim ən yaxşı şey budur. Qoy İshak öz gəncliyi ilə təsəlli tapa biləcəyini əsla bilməsin. O bıçağı öz sinəsinə sanca bilərdi. Bütün dünya ona heyran ola bilərdi. Və onun adı əsla unudulmazdı. Ancaq sadəcə heyran olunası kimi biri olmaq başqa, istirab içində olanlara yol göstərən bələdçi ulduz olmaq isə tamam başqa bir şeydir. Ancaq İbrahim inanırdı. O Rəbbini mütəəssir etmək ümidi ilə özü üçün yalvarmadı. Sadəcə ədalətli bir cəzanın Sodom və Gomorra üzərindəki hökmündən sonra İbrahim öz duaları ilə irəli çıxdı. Yaradılış 18, 22, 23 və davamı. O adamlar oradan dönüb Sodoma getdilər. Ancaq İbrahim hələ də Rəbbin önündə dururdu. İbrahim yaxın gəlib dedi, doğrudanmı sən Salihi də günahkarla birgə məhv edəcəksin? Müqəddəs kitablarda oxuyuruq və Tanrı İbrahimi sınağa çəkdi və ona dedi ki, İbrahim haradasan? İbrahim cavab verdi, buradayam. Mənim xitabım sənədir, səninlə belə hadisə olmuşdumu? Uzaqlardan taleyin ağır yükünün yaxınlaşdığını görəndə dağlara məni gizlədin, qayalara isə məni örtün deməmişdimmi? Luka 23:30. O zaman dağlara üstümüzə yıxılın, təpələrə bizi örtün deməyə başlayacaqlar. Və yaxud əgər daha güclü olsaydın, ayaqların yol boyunca ləngiməyəcəkdimi və geriyə, köhnə izlərinə doğru can atmayacaqdımı?